Salam değerli izleyicilerim, kanalıma hoş gelmişsiniz. Bugün sizler için pamuk kimi yumuşak, lezzetine, dadına doyum olmayan pryanik hazırlayacağım. Emin olun hanımlar, bu pryaniki siz de çok beğeneceksiniz. Dadı çok muhteşemdir. Başlayak hazırlamağa. Əvvəlcə qazanın içərisinə yarım stəkan şəkər tozu tökürəm və qazanı ocağın üzərinə qoyuram ki, karamel olsun. Şəkər tozu əriyib karamel olana qədər qaşıqla qarışdırmaq lazım deyil. Ara sıra qazanı tərpədirəm. Daha sonra içərisinə 200 ml stəkanla 1 stəkan qaynar su, eləcə də şəkər tozunun qalan hissəsini əlavə edirəm və vam odda qaynadıram. Karamelin üzərinə su əlavə etdikdən sonra biraz bərk kütlə əmələ gəlir, ancaq vam odda qaynatdıqda tamamilə əriyir. Əridikdən sonra üzərinə bir dolu yemək qaşığı bal tökürəm. Bal da əridikdən sonra qazanın içərisinə bir dolu çay qaşığı darçın və 1 yemək qaşığı kakao əlavə edirəm. $200 ml stəkanla yarım stəkan duru yağ tökürəm. Biraz duz və bir dolu olmayan çay qaşığı soda əlavə edirəm. Soda beləcə köpüklənir. 1-2 dəqiqədən sonra ocağı söndürürəm. Və qazanı bir kənara qoyuram. Daha sonra isə üzərinə un tökürəm. 200 ml stəkanla 4 stəkan yarım undan istifadə etdim. Belə bir xəmir alınır. Xəmiri kənarda soyuyana qədər gözlədirəm. Xəmir soyuduqdan sonra salofan torbanın içərisinə qoyub soyuducuda 12 saat gözlədirəm. Əziz xanımlar, bu xəmiri axşamdan yoğurub ertəsi gün bişirə bilərsiniz. Mən də bu cür etmişəm. Ertəsi gün xəmiri soyuducudan çıxarıram və 2 bərabər hissəyə bölürəm. Dəzgahın üzərinə biraz un vururam və xəmiri dörtgünc formasında yayıram. Xəmiri yaydıqdan sonra əvvəlcədən duru yağla yağladığım soba listinin içərisinə yerləşdirirəm. Daha sonra isə digər gündən də bu qayda ilə yayıram. Soba listinə yerləşdirdiyim xəmirin üzərinə 2 yemək qaşığı çiyələk cemi tökdüm. Siz zövqə görə qaynadılmış qatlaşdırılmış süddən və yaxud da hər hansı bir cemdən istifadə edə bilərsiniz.
Cemin üzərinə isə yarım stəkan üyüdülmüş qozləbəz tökürəm. Daha sonra isə üzərinə yaydığım digər yuxanı qoyuram. Kənarlarını bərkidirəm ki, bişən zaman açılmasın. Bu qayda ilə hazırladıqdan sonra çəngəllə deşləşdirəm və əvvəlcədən qızdırılmış 170 dərəcəlik sobada alt üst rejimdə bişirirəm. Üzəri üçün 2 dolu yemək qaşığı şəkər pudrasının üzərinə biraz su tökürəm. Suyu az-az əlavə edin. Qatı bir kütlə alınmalıdır. Biraz qarışdırıram. Pryanik bişib soyduqdan sonra, yəni pryanik ilıq olanda hazırladığım qlazuru üzərinə çəkirəm və kənarda pryanik tam soyuyana qədər, üzərinin qlazuru quruyana qədər gözlədirəm. Təxmini yarım saat. Artıq mənim pryanikim hazırdır. Kəsirəm. İstədiyiniz formada kəsə bilərsiniz. Mən 4 formasında kəsdim. İnanın xanımlar, tortdan qat-qat dadlı, olduqca yumuşaq, ləzzətli pryanik alınır. Əziz xanımlar, əgər siz də mənim reseptimi, kanalımı bəyəndinizsə, mənə abunə olub dəstək olmağı unutmayın. Arzu və istəklərinizi videonun alt bölümündə yaza bilərsiniz. Sağ olun, görüşərik.